Hər vaxtınız xeyirli olsun əziz şagirdlər. Bu gün sizlərlə biz 27 aprel 2025-ci il tarixində təşkil olunan buraxılış imtahanının ingilis dili fənninin suallarının izahına baxırıq. Birinci testə baxırıq, yəni 5-ci suala baxırıq. 5-ci sualda deyir ki, salam Katlin. Salam Katlin, deyir, necəsən? Birinci mən sənə deyir, təşəkkür eləmək istəyirəm bu ad günü kartı üçün, dərin səmimi, isti, xoş sözlərinə görə, arzularına görə. Beləliklə, mən deyir, balaca bir qonaqlıq təşkil edirəm ad günüm üçün, cümə günü. Bu deyir ki, böyük olmayacaq, sadəcə biraz ən yaxın dostlarım deyir, dəvət olunacaqlar və biz deyir ki, qonaqlığı kuzeninin evində eləyəcəyik. Çox şad olaram səni orada görməyə, sevgilərlə Mary. Burada deyir ki, Mary Katlindən kömək istəyir. Yox, burada kömək istəmir. Bu getdi. Katlin çox qəmgindir. Taking part in the Mary's birthday party. İştirak etmədiyinə görə yox, burada belə bir söhbətdən getmirdi. Burada ümumiyyətlə düzgün cavab elə birinci deyirəm, D variantı olacaq ki, Mary təşəkkür edir Katlinə birinci dərin xoş hisslərinə görə və onu qonaqlığına dəvət edir. İkinciyə baxırıq, əziz ana və ata. Mən çox həyəcanlıyam, çünki bu həftə mən sizinlə yenidən tətilə gələcəm və buradakı işimlə deyil, Londondakı işimi çox sevirəm. Mənim tələbələrim çox mehribandırlar mənə qarşı və bir bəslə qayıdacam cümə günü səhər və məni deyir stasionda qarşılaya bilərsinizmi və mənim çoxlu yüküm olacaq, deyir, sevgilərlə və xoş arzularla Freda. Burada Freda valideynlərindən onları stationda qarşılamağını xahiş edir. 7-ci testə baxıram. Buy our new healthy sweets. Bizim deyir ki, yeni healthy sağlam şirniyyatlarımızdan alın. Bu deyir ki, az şəkər konten ibarətdir içərisində və həqiqətən də yemək üçün çox idealdır. Birini alana ikincisi pulsuzdur. Gecikməyin deyir bizim yeri ziyarət etməyə və bu dadlı yeməklərdən yemək üçün. Burada məsəl üçün olacaq elə D variantı düzgün cavabımız ki, yeni şirniyyatlar, çoxlu şəkər yoxdur. Burada less sugar deyir. Burada biz much sugar, doesn't much sugar ilə istifadə edirik. Mətnimizə baxırıq. Afrika deyir ki, Afrika the most famous tribes. Afrika ən deyir məşhur qəbilələrinə ev sahibliyi edir. Biri də Masaidir. Onlar unik bir adət-ənənə kimi tanınırlar, vahid bir ənənə kimi tanınırlar və onların adı Masai. Masai mənası odur ki, bir kimsə Ma dilində danışan bir insan. Masai insanları çoxlu səyahət edirlər. Bir yerdən digər yerə qruplar formasında köçürlər. Beləliklə onlar evlər tikirlər və bu evləri onlar asanlıqla constructed eləyə bilirlər və Masai evləri palçıqdan və ağac branches budaqlarından hazırlanıbdır və onların üstünü deyir otlarla örtürlər. Bu Masai qadınlarının işidir, ənənəvi işidir ki, evləri tikmək. Ən çox, yəni məşhur Masai dansı deyir Adumidir. Burada ilk onlar young adamlar, cavan insanlar, kişilər üstündən hoppanır. Onlar ən yüksəyə, mümkün qədər ən yüksəyə hoppamağa çalışırlar. Çünki bunlar onunla öz güclərini göstərirlər. Masai uşaqları ad verilmir. Onlar doğulanda onlar 3 ay anaları ilə adsız qalırlar. Bu dövrdə onlar anaları ilə yalnız yaşayırlar və bundan sonra xüsusi bir deyir tədbir olur. Bu tədbir vasitəsilə uşaqlara ad verilir və onun anası onun saçını kəsir və bu da onun həyatının başlanğıcı kimi də adlandırılır, hesab edilir və bu adət-ənənə Masai qəbilələrini dünyada maraqlı edir, dünya üçün maraqlı edir. Masai kişiləri niyə deyir hündürə tollanırdılar? Onlar öz güclərini göstərirdilər. B variantı burada bizim düzgün cavabımızdır. 9-da bizdən false istəyir, yəni yanlış olan variantı istəyir. Building traditional house is Masai's women's duty. Qadınlarının deyir işidir. Bəli, burada qadınlarının işidir. Bu düzgündür, yanlış deyil. The name of the tribes comes from the language that is spoken by them. Bəli, bu düzgündür. Bu cavab verilmişdi, ad oradan gəlir. Masai qəbilələri dünyanın diqqətini cəlb edir maraqlı adət-ənənələrinə görə. Bəli, bu da var idi. Masai evləri palçıqdan və otdan və qrasdan düzəldilir. Bu da düzgündür. Masai deyir ki, bir qrup insandır. Onlar
bir yerdə həyatlarının sonuna qədər yaşayırlar. Yox, onlar axı başqa yerlərə köçürdülər. Burada Y bəndi düzgün cavabımızdır. 10-cu testdə deyir ki, why is the baby's hair cut after 3 months? Niyə 3 aydan sonra deyir kəsilirdi? Bu inanılırdı ki, həyatlarının başlanğıcıydı. Baby's ratio start of baby's life. B variantı C variantı bizim düzgün cevabımızda. 10'uncuda what's the passage mean about ne hakkındadır? Well known tribe in Africa. Meşhur tanınan bir Afrika hakkındadır. Bir burada 12-ci testə baxıram. Which statement true? Hansı deyir düzgündür? Burada baxıram. Masai evləri deyir müxtəlif yerlərdə asanca construct oluna bilirdi. Bəli, bir düzgündür. Bir də Adumi ən çox bilinən Masai dansıydı. Bəli, 1-3 burada düzgün cavabımızdır. A large amount of water. Bəli, burada flooddır, daşqındır. To buy sözünə antonim istəyir to sell. Bəli, düzgündür. Yesterday I wrote and sent. Bəli, ikisini də keçmişdə götürdük. Çünki yesterday var. Bu da düzgündür. C variantı olacaq 15'də. 15'də C variantı. 16-cı testə baxıram. Is Rosie talking on the phone? Telefonda Rosie danışır. Əminəm ki, bu Miranda'dır. Who is Rosie? Who is Rosie talking? Kiminlə danışır Rosie? Əminəm ki, Miranda'dır. G variantı olacaq. 17-cidə bizə close meaninglər istəyir. Ancient, old. C variantıdır. Sinonimler 18. Cook lunch after the baby sleeps. Might'tan sonra to olmaz, could'tan sonra to olmaz. Were able to be able'ın to'su lazımdı. Ona göre gitti. D variantı burada düzgün cevabımızdı. Passive voice istəyir. I eat sandwich for breakfast. Sandwich was eaten for breakfast istifadə olunur. Çünki burada keçmiş zamanı olduğuna göre biz burada was'dan istifadə edirik. 18-ci testə baxırıq. I cook lunch after the baby's 18 bunu dedik, 19 dedik, 20'ye baxırıq. I have been to the restaurant once. Keçmiş zamanla, keçmiş sadə zamanla present perfect'i bağlayan yeganə bağlayıcısı since diye variant olacaq. Burada düzgün cevabımız. 21-ci testdə compound nounlar istəyir. Birthday və bookshop bizim compound nounlarımızdır. 22-ci testə baxırıq. Which word means to agree to take something that is offered to given. Düzgün cevabımız burada accept B bəndi olacaq. C bəndi yox. 23-cü testə baxırıq. Emily is one of the most and in the class. C variantı düzgün cevabımızdır. One of the young women stole the research papers from the laboratory. Y variantı düzgündür. From olacaq və 25-ci sual. The product of the village. Ofdan əvvələ baxıram cəmdə olduğuna görə 1, 2 düzgün cevabımızdır.